Bakıda Azərbaycan və Avropa İttifaqı arasında təhlükəsizlik dialoqunun 7-ci iclası keçirilib. Bir xəbər media xəbər verir ki, iclas iştirakçıları Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırki vəziyyəti, qarşılıqlı maraq doğuran xarici və təhlükəsizlik siyasəti məsələləri ilə bağlı konstruktiv fikir mübadiləsi aparıblar. Onlar Avropa İttifaqı Şurasının prezidenti Antonio Costa'nın və Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallasın Azərbaycana səfərləri və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşlərə daxil olmaqla son zamanlar yüksək səviyyəli təmasların intensivləşməsini alqışlayıblar. İki tərəfli münasibətlərin daha da inkişaf etdirilməsində ortaq maraqları bir daha təsdiqləyiblər. Tərəflər formatın genişləndirilərək onun Azərbaycan-Avropa İttifaqı siyasi və təhlükəsizlik dialoqu adlandırılması barədə razılığa gəliblər ki, bu iki tərəfli münasibətlərin daha geniş sahələri əhatə etdiyinin və strateji əhəmiyyətinin göstəricisidir. İclası Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi məsələlər üzrə baş katibinin müavini Olof Skut həmsədrlik ediblər.